Avropa İttifaqı ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə layihəsi olan sağlamlıq üçün həmrəylik təşəbbüsünün yekununa dair tədbir keçirilib. Layihə koronavirusla mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin aprelindən həyata keçirilib. Ötən 2 il ərzində ittifaqla təşkilatın şərq tərəfdaşlığı ölkələrinə dəstəyi nəticəsində Azərbaycana üst sipəri, qoruyucu eynək, maska, əlcək və digər ləvazimatlar olmaqla ümumilikdə 1 milyondan çox tibbi və gigiyenik vasitə göndərilib. Layihənin tərkib hissəsi olan təlimlərdə isə 6 mindən çox tibb işçisi iştirak edib. Gələcəkdə də Avropa İttifaqı ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan əhalisinin sağlamlığı üçün töhfəsinin davam edəcəyi xüsusi vurğulanıb. Layihənin çox vacib və dayanıqlı nəticə verən hissəsi təlimlərin təşkil olunmasıdır. Tibb işçiləri üçün, həkimlər, tibb bacılar, tibb tələbələr üçün aparılmış silsilə təlimlər tibb işçilərinin COVID ilə bağlı olan bilik və bacarıqlarını artırmıştır. 6 ülkede bu sağlamlık için hemreylik layihası sürdürüldü ve hepsinde şu anda yavaş yavaş sona eriyor. Fakat sonlanmadı. Yine Avrupa İttifakı'nın desteğiyle şu anda Covid-19'a karşı vaksinasyaya destek layihası da sürüyor. Ayrıca bundan sonra da yine Avrupa İttifakı ile birlikte çok şey çalışacağız, yapacağız ve Azerbaycan'ın sıhhiye sistemine kömeklik etmeye devam edeceğiz.